Sen böyük adam değilsən, sen müğənnisən. Sahneleri bağlıyor. Sahneleri tekrar dinler. Hanım size ait değil. Düştü aşağıda. Başınızı dönüp geçin sen. Dünənki biabırçılığı hər kəs gördü, bəli. Və Pünhan bəyin Sumqayıt xalqına qarşı olan hörmətsizliyini hər kəs gördü. Dünəndən mənə bir çox SMS-lər gəlir. Aydaş xanım, bu sözü sənə deyib Pünhan, səhnədən düş falan filan, uşaqlara qışqırdılar, köməkçilər qışqırdılar uşaqlara. Sizə heç kəs haqq verməyib ki, körpə uşaqların üstünə qışqırasınız, yaxşı mı? Çünki o cürlə soyuqda insanlar sizi izləməyə gəlmişdilər. Bu birbaşa izləyicilərə qarşı, tamaşaçılarınıza qarşı, sizi sevənlərə qarşı hörmətsizlikdir. Ne oldu? Bu xalqın pulu ilə toylara gedirsiniz, xalqın pulu ilə gözəl dolanırsınız, amma xalqa gəlincə, hansı ki 4-5 dənə uşaq çıxıb səndən şəkil çəkdirəcək, sən səsini atmısan başıva, şüvənliyivə salmısan ki, səhnəni tərk eləyib, burada bilinməlidir müğənni kimdir, nə bilim nə. Sən böyük adam deyilsən, sən müğənnisən, sən xalqın içindən çıxmış müğənnisən. Və xalq da səndən şəkil çəkdirmək istəyir. Sən fəxr elə ki, xalq səndən şəkil çəkdirmək istəyir. Xalq səni orada saatlarla gəlib orada səni gözləyir. Budur sənin xalqa qarşı hörmətsizliyin. Nəinki xalqa qarşı, mən özüm Sumqayıt sakini olaraqdan və Star Mall'un işçisi olaraqdan, həm təqdimatçısıyam, modeliyəm, Star Mall'un reklam işlərinə baxıram. Mən oranın işçisi olaraqdan, sən və ətrafımızda bizim SMM xanımlar da var idi. Təkcə mən deyildim xanımlardan. Mənə insanlar atırlar ki, Aydaş xanım bunu sizə deyir, Aydaş xanım bunu sizə deyir, düş səhnədə. Xeyr, məni səhnədən heç bir müğənni düşürdə bilməz. Yalnız müdiriyyət deyə bilər ki, Aydaş xanım, səhnədən enin zəhmət olmasa və heç kim məndən o cür nə, yüksək tonla danışa bilməz səhnəni, tərk eləyin, nə bilim nə, buna heç kimə mən icazə verməmişəm. Ya məndən əlavə orada bir 3 dənə də xanım var idi. Hər birisi canlı yayım açırdı və sizi orada göstərirdilər canlı yayımda, izləyicilərə göstərirdilər. Sən şükür elə ki, cəmaət canlı yayım açır, səni orada göstərir. Mən özüm 2018-dən platformadayam, hələ indiyənə qədər sənin kimi heç bir kəsə hörmətsizlik eləməmişim. Dünən bizlə də gəldi, balaca uşaqlar, Allah bütün balaları qorusun, hər biri gəldi bizlə şəkil çəkdirdi. Onda mən də əlimlə itəliyim, get, səhnədən, abilim nə bilim nə, başqasının toyuna gedəndə nə yaxşı onunla bununla şəkil çəkdirirsiniz. Uşaqdır da gəlib səhnəyə çıxıb səndən şəkil çəkdirmək istəyir. Nə yaxşı səni saatlarla orada soyuqda gözləyir, ay Pünhan. Sənə heç kim haqq verməyib ki, kiminsə qızı ilə, kiminsə uşağı ilə o cürünə komut davranasan. Sən Pünhan, cəmaatın şotuna məşhur olmusan, amma indi götürmüsən cəmaatı bəyənmirsən. Cəmaatı səhnədən qovursan. Səni səhnəyə